Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. 2027-ci ildə ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərimizə dəstək məqsədi ilə 5 qəbul tipli sualın izahını təqdim edirəm. Birinci sualımız belədir. Düzgünlük ismi hansı nitq hissəsindən yaranmışdır? Əziz müəllimlər, diqqətli olmalıyıq. Bizdən sözün kökünü soruşmur, söz hansı nitq hissəsindən yaranıb onu soruşur. Qeyd edim ki, bir neçə gün öncə ibtidai miq və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün söz yaradıcılığına aid ödənişsiz möhtəşəm canlımız oldu. YouTube kanalımıza daxil olub həmin canlıya baxa bilərsiniz. Sözün kökü, yarandığı nitq hissəsi, leksik şəkilçilər, qrammatik şəkilçilər haqqında geniş şəkildə həmin izahda danışmışdım. İndi gəlin sualımıza baxaq. Deməli, sözü kök və şəkilçiyə ayıraq. Sözün kökü olacaq düz feili, düz feilindən yaranacaq düzgün sifəti, düzgün sifətindən də yaranacaq düzgünlük ismi. Bizə deyir ki, düzgünlük ismi hansı nitq hissəsindən yaranmışdır? Əgər kökünü soruşsaydı, kökü desəydi, olardı düz feili. Bizdən yarandığı nitq hissəsini soruşur. Yarandığı nitq hissəsi deyiləndə sonuncu leksik şəkilçini çıxırıq, əvvələ baxırıq. Sonuncu leksik şəkilçini çıxdıq, baxdıq əvvələ nə oldu? Düzgün sifət oldu. Deməli, düzgünlük ismi nədən yaranıbdı? Düzgün sifətindən yaranıbdı. Sualımızın düzgün cavabı oldu B variantı. Əziz müəllimlər, diqqətli olaq, bizdən kökü soruşmur. Kökü soruşsaydı, bəli, kök olardı düz feili. Bizdən yarandığı nitq hissəsini soruşur. Bu tip sual nümunələrində sonuncu leksik şəkilçini silirik, əvvələ sual veririk. Düzgün necə? Hansı nitq hissəsidir? Sifət. Deməli, bu söz sifətdən yaranıb. Baxırıq ikinci suala. Sual belədir. Dadlı-dadlı sifəti hansı ismə aid ola bilər? Biz bilirik ki, eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlər özlərindən sonra hökmən cəm isim tələb edirlər. Şirin-şirin, dadlı-dadlı, hündür-hündür, uzun-uzun özündən sonra nə tələb edir? Cəmdə olan isim tələb edir. Meyvə təkdədir, alma təkdədir, çiyələk təkdədir, qəndlər, lar, lər cəmdədir. Deməli, cəm isim hardadır? C variantında. Əgər biz bu bölməni yaxşı bilməsək, sifətə aid bu qaydanı bilməsək, ədəbi dilin qrammatik normasında da yanlışlıq edərik. Nəzərinizə çatdırım ki, artıq hər birimizə məlumdur ki, həm miqdə, həm də ibtidai sertifikasiyada ədəbi dilin normaları ilə bağlı sual nümunələri müəllimlərimizə təqdim olunur. Yəni, bizdən soruşsalar ki, dadlı-dadlı qənd birləşməsində, söz birləşməsində ədəbi dilin hansı norması pozulub? Biz bilirik ki, hansı norma pozulub? Qrammatik norma. Çünki dadlı-dadlı sifəti özündən sonra hökmən cəm isim tələb edir. Bax belə, dadlı-dadlı qəndlər cavabımız oldu C. Baxırıq üçüncü sualımıza. Sözlərdən biri xəbərli şəkilsi qəbul etmişdir. Əziz müəllimlər, bir var mənsubiyyət şəkilsi, bir də var şəxs xəbərli şəkilsi. Nəzərinizə çatdırım ki, YouTube kanalımızda ismə aid geniş şəkildə canlımız olubdur. Həmin o canlıda da ismə aid hər bir kateqoriyanı ayrı-ayrılıqda sizlər üçün izah etmişəm. Nəyi soruşur? Sözlərdən biri xəbərli şəkilsi qəbul edibdir. Əgər, indi gəlin baxaq. Anam, mənim anam. Burada əvvəlinə öz qoya bilirik. Mənim qoya bilirik. Öz anam, mənim anam. Burada nə tələb qəbul edib? Mənsubiyyət. Mənim vəzifəm, öz vəzifəm. Əvvəlinə öz qoya bilirik. Mənim qoya bilirik. Nədir burada? Mənsubiyyətdir. Öz gözlərim, mənim gözlərim, öz qoya bildik. Mənsubiyyətdir.
Mənim həkiməm, öz həkiməm, amma deyə bilmədik. Buradakı nə olacaq? Şəxs sonluğu olacaq. Baxın, digərlərində əvvəlinə öz qoyduq. Öz anam, öz vəzifəm, öz gözlərim. Bu zaman nə oldu? Oldu mənsubiyyət. Amma burada qoymaq olmadı. Mən həkiməm deyirik. Buradakı nə olacaq? Təbii ki, şəxs sonluğu olacaq. Mən həkiməm, biz həkimik. Sən həkimsən, siz həkimsiniz. O həkimdir, onlar həkimdirlər. Bu nə oldu? Xəbərli şəkilsi oldu. Mənsubiyyətlə şəxs xəbərliyi qarışdırmayın. Cavabımız oldu C. Baxırıq növbəti suala. Hansı bənddə ağac sözü adlıq haldadır? Ağac kölgəsində istirahət edirdi. Ağacın kölgəsində qeyri-müəyyən yəlik. Alça ağacı bar vermişdi. Alçanın qeyri-müəyyən yəlik ağacı mənsubiyyət. Üzərində yalnız mənsubiyyət şəkilsi var. Bəli, deməli bu söz adlı haldadır. Cavab B. Ağacı yazda budayarlar. Nəyi? Ağacı. Nəyi sualına cavab verdi? Adlı halında nəyi deyə bir sualı yoxdur. Buradakı I nədir? Təbii ki, təsirli halın şəkilsidir. Ağac koğuşunda arı pətəyi var. Ağacın koğuşunda. Burada nə olacaq? Ağacın qeyri-müəyyən yəlik olacaq. Bizdən adlı halı soruşur. Cavabımız olur B variantı. Baxırıq növbəti, yəni sonuncu suala. Sözlərdən biri əvəzlik deyil. Filan kəs əvəzlikdir. Nə vaxt? Nə olacaq? Nə vaxt? Sual əvəzliyidir. Əvəzlikdir. Həmin əvəzlikdir. Amma kimsəsiz nə olacaq? Sifət olacaq. Sənsiz, mənsiz, kimsəsiz. Bunlar nitq hissəsi olaraq olacaq sifət. Kimsəsiz adam. Cavabımız olur B variantı. Əziz müəllimlər, bu da 5 qəbul tipli sualımızın izahı. Sağ olun.